Müəllimlər, belə bir maraqlı suala baxaq. Verilmiş kütləli cisim üfüqi müstəvidə sabit qüvvələrin təsiri ilə deməli düzxətli hərəkət etdirilir. İndi baxaq buna. Birinci halda deməli birinci halı çəkirəm burada. Deməli F2 cismin hərəkət istiqaməti verilib burada. Bu da F1'dir. Burada yazılıb ki, birinci F1 F2'dən kiçikdir. Cisim hara gedirsə, deməli həmin qüvvə böyükdür. Yəni buradan F2 F1'dən böyükdür. F2 F1'dən böyükdür ki, bu sağ tərəfə gedir. Əgər birinci hala baxaq. Birinci halda deyir ki, F2 F1'dən böyükdür. Yəni bu dartı qüvvəsidir. Bax yenə də deyirəm sizə, dartı qüvvəsi. Dartı qüvvəsi görürsünüz ki, bax sürtünmə qüvvəsindən böyükdür. Bu F1 qüvvəsi burada sürtünmə qüvvəsi rolunu oynayır da. Aha. İndi əgər dartı sürtünmədən böyükdürsə, hərəkət olacaq bərabər yeyinləşən. Bərabər yeyinləşən hərəkət özdə x ox istiqamətində. Hansıdır bərabər yeyinləşən x ox istiqamətində? Deməli bu olmaz. Bu da olmaz. Bu x oxun əksisidir. Bu da olmaz. Deməli cavab olacaq D. 1'ə uyğundur D. Bu getdi. Deməli 1'ə uyğundur D. Bunu yazdım. Sonra x ox istiqamətində yeyinləşən. İndi keçirik ikincinə. İkincində F1 F2'yə bərabərdir. Əgər dartı sürtünməyə bərabərdirsə, hərəkət olur bərabər sürətli. Yəni bərabər sürətli. Özdə x ox istiqamətində bərabər sürətli. Burada olacaq C variantı. Və nəhayət üçüncünə baxaq. Üçüncündə isə deməli sürtünmə, yəni F1 F2'dən böyükdür. Bu hərəkət olacaq bərabər yavaşlayan. Yəni x oxu istiqamətində bərabər yavaşlayan. X ox istiqamətdə. Çünki cismin sürəti x ox istiqamətdədir. Ona görə biz x ox istiqamət deyirik. Sürtünmə dartıdan böyük olduğuna görə hərəkət olacaq deməli yavaşlayan. X ox istiqamətində yavaşlayan. Burada olacaq A variantı. Deməli 1'ə uyğundur. Yazıram burada 1. 1'ə uyğundur D variantı. 2'ə uyğundur. Deməli C variantı. 3'ə də uyğundur. Deməli A variantı. Diqqətinizə görə sağ olun.